Salam əziz uşaqlar. Biz iki hecalı isimlərin son saytının düşməsi ilə bağlı mövzunun izahına baxırıq. Bu sözlər iki qrupa bölünür. Milli və alınma olmaqla iki yerə bölünürlər. Milli sözlərə sadəcə mənsubiyyət şəkilçisi artırdıqda, alınma sözlərə isə həm mənsubiyyət, həm də hal şəkilçisi artırdıqda onların ikinci hecasındakı saytın düşməsi halı müşahidə olunur. Bu nə deməkdir? İlk öncə bunu belə yadımızda saxlaya bilərik ki, milli sözlər ancaq mənsubiyyət, yəni m deyə yadımızda saxlaya bilərik ki, milli sözlərə sadəcə mənsubiyyət şəkilçisi artırdıqda ikinci hecasındakı saytını itirir. Və ikinci bir iş təbii ki, bu sözləri öyrənmək və yadda saxlamaqdır. Milli sözlər daha çox bədənlə, insanla bağlı olan sözlərdir ki, və o sözlər burada bizə qeyd olunub. Burun, çiyin, ağız, ağıl, boyun, beyin. Bu sözləri sona qədər oxuyuruq və burada iki fərqli söz var. Bir oğul sözüdür ki və bir də qayın sözüdür ki, bunlar bədən üzvü deyil, amma digərləri hər biri deməli insanın bədəninə aid olan sözlərdir. Yəni yadda saxlamağı asanlaşdırmaq üçün bunu deyirəm. Və bir də qoyun sözü var ki, qoyun sözü burada bizim bildiyimiz heyvan qoyun yox, ana körpəni qoynuna aldı, yəni qucaq mənasındadır. İndi baxaq bu qayda nə deməkdir? Yəni, bu sözlərə, hansı ki, bayaqdan saydığımız milli sözlərə mənsubiyyət şəkilçisi artırdıqda və təbii ki, biz mənsubiyyət şəkilçilərini artıq bir neçə dərs öncə öyrənmişdik. Onların ikinci hecasındakı son saytının düşmə halı müşahidə olunur. Belə deyək. Məsələn, deyirik ki, mənim burnum. Və biz yenə daha öncəki dərslərdən öyrəndiyimiz sxemimizi xatırlayırıq ki, hər zaman birinci yiyə gəlir, yəni yiyəli, ikinci isə ona mənsub olan əşya və sair nədirsə həmin şey, yəni yiyəlik mənsubiyyət sxemini xatırlayırıq. Ona görə mənim sözündə də bilirik ki, mənim və bizim sözlərində istisna olaraq yiyəlik hal şəkilçisi im şəklindədir. Deməli, mənim sözündəki im nə şəkilçisidir? Bəli, yiyəlik hal şəkilçisidir. Eyni ilə bizim sözündəki im nədir? Bu da nədir? Yiyəlik hal şəkilçisidir. Və burada təbii ki, sizdə belə bir sual yarana bilər ki, yiyəlik halın şəkilçisi in, undur. Amma xatırlayırıq ki, bu istisna olaraq burada im şəklindədir. Deməli, buradakı im bizim yiyəlik hal şəkilçimizdir. Ona görə ikinci mənsubiyyəti axtarırıqsa, burnum sözündəki da bizim mənsubiyyət şəkilçimiz olacaqdır. Və burun sözü də milli söz olduğuna görə, milli sözlər də mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecadakı saytını itirdiyinə görə, çünki burun sözünün yazılışı necədir? Burun. Deməli, ona görə saytını itiribdir. Deməli, ilk bilməmiz gərəkən nədir ki, milli sözlərdə mənsubiyyət m şəkilçisi artırdıqda saytını itirir. İkinci, həmin sözləri öyrənmək və yadda saxlamaqdır. Bunu mütləq yadda saxlamalıyıq ki, bunu digər sözlərdən fərqləndirə bilək. İndi gəlin bu sözə, həmin bu milli sözlərə biz necə hal şəkilçisi artıraq? Mənsubiyyət yox, hal şəkilçisi artıraq. Məsələn, deyə bilərəm ki, burunun ucu. Belə deyək, burunun ucu dedikdə, burada sayit düşmədi, ikinci hecadakı sayit düşmədi. Çünki yenə yiyəli plus mənsubiyyət sxemimizi xatırlayırıq ki, birinci ın şəkilçisi nədir? Yiyəli hal şəkilçisidir. Və burun sözü də mənsubiyyət qəbul edəndə saytını itirən sözlərdən olduğuna görə hal qəbul elədikdə itirməyibdir. Aydındır. Bunu xatırladıq. İndi gəlirik ikinci bir məsələyə, yəni milli sözlərlə bağlı yenidən bir dənə üzərindən keçsək, milli sözlər mənsubiyyət qəbul edəndə və bu milli sözlərin əksəriyyəti insan bədəni ilə bağlıdır, deyək ki, insanla bağlıdır. Sadəcə iki dənə oğul və qayın sözlərini də bura əlavə eləyirik. Bu sözlər bizə testlərdə qarşımıza necə çıxa bilər? Məsələn, qeyd eləyə bilər ki, burnun sözünü elə yenə yazsaq, deyə bilər ki, bu sözün hal yoxsa mənsubiyyət şəkilçisi olduğunu biz əminliklə söyləyə bilərikmi? Xatırlayırıq ki, bəli, burun milli sözdür. Milli sözlər sadəcə mənsubiyyət şəkilçisi qəbul edəndə saytını itirirdi və burada saytını itirdiyinə görə deməli bu söz nədir?
mənsubiyyət şəkilçilidir. Amma biz bu cümləni təəssüf ki, alınma sözlərdə deyə bilməyəcəyik, hansı ki bu sözlərdə. Çünki bu sözlər həm hal, həm də mənsubiyyət qəbul etdikdə öz şəkilçisini itirirlər. Ona görə gəlin alınma sözlərə baxaq. Alınma sözlərdə isə həm mənsubiyyət şəkilçiləri bilirik ki, hamısı onsuz da saitlə başlayır, həm də saitlə başlanan hal şəkilçisi qəbul etdikdə ikinci hecadakı saitini itirəcəkdir. Gəlin bu sözlərə yenidən diqqət eləyək. Məsələn, yazırıq ki, sinif sözü. Sinif sözünün normal yazılışı bilirik ki, düzgün, doğru yazılışı budur. Məsələn, yazıram ki, sinifin şagirdi. Fikir veririk ki, yiyəlik mənsubiyyət sxemini yenə xatırlasaq. Birinci burada in yiyəlikdir və sinif isini düşürübdür. İkinci, yaza bilərəm ki, onun sinfi. Yenə saitini itirib, yenə də xatırlayırıq ki, bu alınma sözlərdir. Alınma sözlər də həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul elədikdə saitini itirirdi. Yenə də bu sözləri təbii ki, bir-bir öyrənib, yadda saxlamaq mütləqdir ki, biz onları fərqləndirə bilək ki, bunlar da qəbirdir, səbirdir, ətirdir, şəkildir, fəsildir və s. bu tipli burada verilən sözlərdir ki, bunlara hər birinə diqqət eləmək lazımdır. Burada sxem halında sizə təqdim olunubdur və burada qayda olaraq da hər biri haqqında geniş məlumat verilibdir. Səsli olaraq da mən sizin üçün bunun hər birini izah elədim. Və yenə testdə bu nümunələrlə necə qarşılaşa bilərik deyə baxsaq, bayaq yazdığımız sinfin sözünü və yazıram burnun sözünü. Daha öncə yazdığımız. Burnun sözündəki dedik ki, onun biz mənsubiyyət olduğunu dəqiqliklə və əminliklə deyə bilirik. Niyə görə deyə bilirik? Çünki burun milli sözdür. Milli söz ancaq mənsubiyyət qəbul eləyəndə şəkilçisini itirir və biz buna əmin şəkildə mənsubiyyət deyə bilirik. Amma sinfindəki inin biz hal yoxsa mənsubiyyət olduğunu əminliklə deyə bilmirik. Niyə görə deyə bilmirik? Çünki sinif alınma sözdür. Alınma sözlər həm hal, həm də mənsubiyyət qəbul edəndə saitini itirdiyinə görə biz bunun əvvəli olmasa, yəni sənin sinfindəyək ki, qeyd olunmasa bilə bilmərik və yaxud da ki, sinfin qapısı kimi qeyd olunmalıdır ki, biz buna sənin sinfin olduqda mənsubiyyət, sinfin qapısı olduqda isə yiyəlik deyəcəyik. Çünki hər iki halda o saitini itirir. Deməli, alınma sözlər saitini itirdikdə, sinfin, şəklin və s. ki bizə təqdim olunduqda, onların hal yoxsa mənsubiyyət olduğunu biz əminliklə deyə bilməyəcəyik. Düşünürəm ki, izah yetərlidir. Bizə düşən sadəcə bunu yenidən oxuyub və qeyd olunan sözləri yadda saxlamaqdır.